Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə 17 sentyabr 2023-cü ildə Xarici İşlər Nazirliyinə qəbul üçün keçirilən test imtahan suallarının bir hissəsinə baxacaq. İlk öncə mən sizə sualları göstərəcəm. 10 sualdır. Videonu dayandırıb həmin sualları yazın. Ondan sonra cavablarını yoxlayın. Sonra isə izaha baxın. Deməli, sualları bir-bir sizə göstərib, sonra isə izahına başlayacağıq. İndi isə cavablarına baxaq. Deməli, sualların izahına keçək. Deməli, birinci sualımız bizim konsul nizamnaməsindəndir. Burada bizdə doğru müddəalar istəyir. Doğru cavabımız birinci, üçüncü və dördüncü bəndlərdir. Yanlışların niyə yanlış olduğuna baxaq. Məsələn, ikincidə deyir ki, öz konsul dairəsinin ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün buraya gələn vətəndaşı olmayan şəxslərin və Azərbaycan vətəndaşlarının uçotunu aparır. Burada vətəndaşlığı olmayan şəxslərin sözü səhvdir. Ora gələn Azərbaycan vətəndaşlarının uçotunu aparır. Bu da 25-ci maddədə qeyd olunur ki, həmin onun ərazisinə gələn Azərbaycan vətəndaşlarının uçotunu aparılır. Sonra burada 5-ci səhv idi. 5-cidə deyir ki, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində Azərbaycan vətəndaşlarını, onlar orada olmayanda isə xüsusi vəkalətnamə əsasında təmsil edir. Burada da vəkalətnamə əsasında təmsil edir söz səhvdir. Maddə 29-a baxsaq görəcəyik ki, orada qeyd olunur ki, xüsusi vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir. Maddə 29-da. Bunu belə yazır. Ona görə də 5 ilə 2 yanlışdır. Düzgün cavablarımız isə 1, 3 və 4-cü bəndlərimiz olacaq. Cavab B oldu. Sonra ikinci sualda diplomatik əlaqələr haqqında Viyana konvensiyasından bir sualdır. Burada qeyd olunur ki, persona non grata elan edilməsi ilə bağlı səhv cavab istəyir bizdən. Burada yanlış cavab D variantıdır. D variantında qeyd olunur ki, yerləşmə dövləti istənilən vaxt öz qərarını yazılı şəkildə əsaslandırmaqla akreditə edən dövləti diplomatik personalın üzvünün persona non grata elan olunmasına bağlı xəbərdar edilə bilər. Bu tamamilə yanlışdır. Öz qərarını əsaslandırmadan edə bilər. Yəni, razılıq verməyə də bilər. Niyə vermədiyini əsaslandırmağa borclu deyil yerləşmə dövləti. Bu da həmin konvensiyanın 9-cu bəndində ətraflı şəkildə qeyd olunur. Yəni, hər hansı bir nümayəndəlik başçısını və digər üzvünü persona non grata eləyəndə, yəni arzu olunmaz şəxs eləyəndə öz qərarını əsaslandırmalı deyil. Sonra keçdik digər sual, üçüncü sual. Diplomatik xidmət haqqında qanuna əsasləndir. Diplomatik xidmət keçməklə bağlıdır. Burada düzgün cavablar istəyir. Düzgün cavabımız deməli 1 və 2-dir. Üçüncüdə nə səhvdir? Yazılıb ki, diplomatik xidmət əməkdaşları peşəkarlıq, hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün yalnız Azərbaycan Respublikasında və xidmət keçdiyi ölkədə yerləşən təhsil müəssisələrində göndərilə bilər. Belə bir məhdudiyyət yoxdur ki, yalnız Azərbaycan və xidmət keçdiyi ölkədə olsa, digər ikinci bir ölkədə yerləşən ali təhsil müəssisələrinə də göndərilə bilər. Dördüncüdə isə deyir ki, diplomatik nümayəndəliyə və konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları
Diplomatik xidmət orqanları inzibati texniki xidmətdən keçirən şəxslərin xidməti attestasiyası xidmət keçdiyi ölkədə həyata keçirilir. Bu yanlış bir şeydir. Attestasiya xidmət keçdiyi ölkədə olmur. Əksinə, e, öz ölkəmizə qayıdandan sonra attestasiya keçirilir. Ona görə də burada bu səhvdir. Ona görə də düzgün cavabımız 1 və 2-dir. Sonra 4-cü bənddə vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılma qaydasıdır. 4-cü sual daha doğrusu. Burada ikinci formanı bizdən soruşur. Biz həmin qaydalarda 3 forma olduğunu keçmişdik. Bu da məxfilik dərəcələrinə uyğundur. Məsələn, birinci formaya xüsusi əhəmiyyətli məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçündür. İkinci forma tam məxfidir. Üçüncü forma isə məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçündür. Gördüyünüz kimi məxfilik dərəcəsinə uyğundur. Və bizdən də ikinci formanı soruşduğu üçün düzgün cavabımız tam məxfi məlumatlarla işləməyə buraxılan vətəndaşlar üçün olacaq. B variantı. Növbəti 5-ci sualımız dəniz hüququ üzrə 1932-ci il konvensiyasına görə aşağıdakılardan hansının bəşəriyyətin ümumi irsi elan olunduğu bizdən soruşulur. Bu beynəlxalq hüquq kitabındandır. 18-ci fəsildən dəniz hüququndan verilən bir sualdır. Həmin belə deyək, dərsə baxsaq, orada beynəlxalq dəniz dibi rayonu deyiləndə bunun nə olduğu qeyd olunur. Bunu biz anlayış olaraq vermişik. Buradan öyrənəcəksiniz. Bir də əlavə olaraq həmin konvensiyada bəşəriyyətin ümumi irsi elan olduğu qeyd olunmuşdur. Beynəlxalq dəniz dibi rayonu. Və bunun mənasında burada açıqlamasını yazmışam. Bunu da əgər unutmuşsunuzsa, buradan oxuyub yadınıza sala bilərsiniz. Həm beynəlxalq dəniz dibi rayonu nə deməkdir, həm də həmin konvensiyaya əsasən onun, belə deyim də, izahı burada bu formada verilir. Ona görə düzgün cavabımız D variantı beynəlxalq dəniz dibi rayonu olacaq, bəşəriyyətin ümumi irsi kimi. Sonra 6-cı sualımız konsulluq əlaqələri haqqında Viyana konvensiyasına əsasən hazırlanıb. Burada eksekvatura ilə bağlı doğru variant istəyir. Eksekvatura bildiyimiz kimi konsulluğun başçısına verilən razılıqdır. Hansı ki, yerləşmə dövlət tərəfindən. Deməli, yəni qəbul edən dövlət. Burada bizdən doğruları soruşur. Doğrular burada qırmızı ilə işarələnib 2, 6, 7 və 8-cidir. Yəni B variantı. İndi biz yanlışların niyə yanlış olduğuna baxaq. Burada yazıb ki, göndərən tərəfindən konsulluq qurumu başçısına verilən icazədir. Bu səhvdir. Göndərən dövlət icazə vermir, qəbul edən dövlət eksekvaturanı verir, razılığını verir də daha doğrusu. Ki, mən həmin şəxsin bizim ölkədə konsul üçün fəaliyyət göstərməsinə razıyam. Ona görə burada 2 düzdür. 1 səhvdir göndərən dövlət olduğu üçün. Üçüncü də, konsulluq qurumu başçısının hansı sinfə aid olması eksekvaturada göstərilir. Bu səhvdir, eksekvaturada yox, konsul patentində göstərilir bu. 4-də deyir, məkan və konsul dairəsi eksekvaturada göstərilir. Bu da yanlışdır, konsul patentində göstərilir. Və konsul qurumunun konsul dairəsindən kənarda, burada da bu səhvdir. Kənarda fəaliyyət göstərməsi üçün yox, təbii ki, öz konsul dairəsində fəaliyyət göstərməsi üçün verilən bir icazədir. Bunu da maddə 12 və maddə 11-dən təkrarlaya bilirsiniz. Maddə 12-də qeyd olunur ki, konsul qurumun başçısı yerləşdiyi dövlət tərəfindən verilən və formasından asılı olmayaraq eksekvatura adlanan icazə ilə öz funksiyalarının icrasına buraxılır. Maddə 11-də isə qeyd olunur ki, təmsil edilən dövlət konsul qurumu başçısına hər təyinat zamanı tərtib edilən, onun vəzifəsini təsdiqləyən və bir qayda olaraq onun tam və soyadını məxsus olduğu kateqoriyanı, yaxud bizim testdə düşən bax bunlardır. Sinfini, konsul dairəsini və konsulluq qurumunun yerləşdiyi məkanları göstərilən patent. Yaxud digər formada olan akt formasında malik sənədlə təmin olunmuş. Deməli, bizim testdə bunları eksekvaturada olduğu yazılmışdır. Bu maddəyə əsasən öyrəndik ki, patentdə olur bu. Ona görə də həmin variantlar səhv idi. Sonra 7-ci sual, xaricdə yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanuna əsasən hazırlanıb. Burada yanlış variant.
B variantıdır. Qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşının 10 ildən artıq müddətə xarici dövlətdə yaşaması vətəndaşlığa xitamına səbəb olur, vətəndaşlığın xitabına. Bu yanlış bir şeydir. Vətəndaşın xarici dövlətin ərazisində yaşaması xitama səbəb olmur. Yəni həmin maddənin 5-ci, həmin daha doğrusu qanunun 5-ci maddəsinə baxsaz, burada bu açıq-aşkar qeyd olunur. Yəni xaricdə yaşamaq təbii ki, vətəndaşlığın xitamına aid deyil. Sonra 8-ci sualımız kar-cavab haqqında təlimatdandır. Hansı ki, nəzarət sərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında da kar-cavabının aparılmasına dair təlimatlar. Burada bizdə belə bir sual verilib. 1 qoyulub mərkəzləşdirilmiş kar-güzarlıq, 2 qoyulub mərkəzləşdirilməmiş kar-güzarlıq. Bunları uyğunlaşdırmağı bizdən istəyir. Birinci bəndə aiddir A variantı. A variantında qeyd olunur ki, sənədlərin qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulu, göndərilmə uçotu və s. Bunların hamısını kim həyata keçirir? Kar-güzarlıq xidməti. Bu mərkəzləşdirilmiş kar-güzarlıqdadır. 2-də isə qeyd olunur ki, mərkəzləşdirilməmiş kar-güzarlıq. Buna isə B variantı. Mərkəzləşdirilməmiş kar-güzarlıqda sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulu, göndərilməsi uçotu, paylanmasına kar-güzarlıq xidməti edir. Amma sənədlərin qeydə alınma, rəsmiləşdirmə və işlərin formalaşdırılmasını isə struktur bölmələri həyata keçirir. Bu əzbərçilikdir, hansında sadə bir sualdır. Məsələn, C variantında yazır ki, kadrlar şöbəsi həyata keçirir. Bu ümumiyyətlə belə bir şey yoxdur həmin kar-güzarlıqda. D-də isə burada cümlə səhvdir. Düzdür, uyğun gəlir, amma yanlış yazıblar. Yazıblar ki, bunların hamısını struktur bölmələr edir. Yəni belə bir şey yoxdur. Daha doğrusu struktur bölmə var, kadrlar şöbəsi yoxdur. Yəni bu hissəsi nədə düz dedi? Yəni mərkəzləşdirilməsi uyğun gəlmir. Çünki mərkəzləşdirilmişdə biz nə dedik? Dedik hamısına kar-güzarlıq xidməti edir. Amma burada bu formada yazıldığı üçün bu mərkəzləşdirilməmişə uyğun gəlir. Amma biz bunun əvvəlinə baxsaq, bax burada nə yazır? Kadrlar şöbəsi edir. Bax bu yanlışdır. Burada kadrlar şöbəsi yox, kar-güzarlıq xidməti olsaydı düz olacaqdı. Yəni ona görə də bu D variantı da yanlışdır. Yəni siz sadəcə bilsəniz ki, kadrlar şöbəsi deyə bir şey yoxdur. Bunlarda, yəni mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kar-güzarlıq sistemində sadəcə variantı tapacaqsınız. Yəni buna çıxıb variant tapılacaqdır. Ona görə də düzgün cavab C variantıdır. Bunun da maddəsi hatta qeyd olunub. Oradan baxıb dəqiqləşdirə bilərsiniz. Sonra 9-da normativ hüquq haqlar haqqında Konstitusiya qanunundan söhbət gedir. Burada bizə anlayışlarla bağlı bir sual verilibdir. Bu anlayışları uyğunlaşdırmalıyıq. Diskresion səlahiyyət nədir? Diskresion səlahiyyət burada A variantına verilib. Şəxsin öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətdir. Dispozitiv imkan. Dispozitiv seçimdir, yəni B variantı aiddir. Şəxsin öz seçimi ilə davranış imkanıdır. Yüksək hüquq aktı, yəni bu da sadədir. Hüquq aktı deyəndə burada siz nəyə götürəsiniz? C variantı. Normativ, normativ xarakterli və qeyri-normativ hüquq akt. 4-də də qeyd olunub. Qanunverici akt nələrə aiddir? Azərbaycanın qanunverici sisteminə daxil olan normativ aktlar. Yəni bunlar düzgün şəkildə uyğunlaşdırılır. Variantı C variantıdır. Düzgün uyğunlaşdırılan variant. Hər birində maddəsi burada əlavə olaraq qeyd olunur. Sonra 10-cu sualımız Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hazırlanıb. Burada qeyd olunub ki, Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul etməzsə nə baş verir? Yəni biz bilirik ki, Milli Məclis prezident daha doğrusu baş nazir təyin edəndə Milli Məclisdən razılıq alır. Bu razılığı vermək üçün Milli Məclisə təqdimat verir ki, məsələn mən adlı şəxsi baş nazir təyin etmək istəyirəm, buna razılıq verir. Əgər Milli Məclis həmin namizədlik haqqında qərarı həmin namizədin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qərar qəbul etməzsə,
Yəni cavab verməzsə də ki, mən razıyam həmin şəxsin baş nazir olmasına, yoxsa yox. Yəni bunu eləməsə nə baş verir? Və bizdən onu soruşurlar. Burada C variantı düzgündür. Milli Məclisə razılıq olmadan prezident təyin edəcək. Bu da Konstitusiyanın 118-ci maddənin 3-cü hissəsində qeyd olunur ki, Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Baxsır yazıb göstərilən qayda pozularsa, yəni bir həftədən gec olmayaraq qərar qəbul etsə, yəni bizim sualda soruşan, göstərilən qayda pozularsa nə olur? Baş naziri razılıq olmadan təyin edə bilər. Düzdür, bir hal budur. İkinci halda baş nazir vəzifəsinə təyin olunmasına 3 dəfə razılıq verməzsə variantıdır. Sadəcə bizdən də o sualı soruşmur. Bizim testimizdə deyir ki, bir həftədən gec olmayaraq qərar qəbul etsə nə olur? Biz də bu cümləyə əsasən, göstərilən qayda pozulursa hissəsinə əsasən bu cavabı seçirik ki, baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.